Hörmətli izləyicilər, kanala abunə olub, bəyənməyi və paylaşmağı unutmayın. Bura 4 nömrəli məktəbdir. Hansı ki bizim jurnalistlərə burada təzyiq olunubdur. Ətraflı görərsiniz. Son zamanlar məktəblərdə gigiyena qaydalarının riayət edilməsi şagirdlərin təhlükəsizliyi üçün mühüm əhəmiyyət kəsb edir. Jurnalist olaraq bu məsələlərin üzərinə düşmək və cəmiyyətə məlumat vermək bizim vəzifəmizdir. Ötən gün Ağcabədi rayonunda yerləşən 4 saylı tam orta məktəbdə keçirdiyimiz monitorinq zamanı məktəbdəki mühitin gigiyenik qaydalara uyğun olmadığı, şagirdlərin təhlükəsizliyinin qorunmadığı açıq şəkildə nümayiş olundu. 4 saylı tam orta məktəbin direktoru hərəkətinə görə biz elə bildik ki, bayram nurludur. Sonra dəqiqləşdirdik ki, bayram nurlu deyil, bayram Novruzludur. O da öz kollektivi ilə bizi çox kobud surətdə qarşıladı. Bir sözlə müəllim adına ləkə gətirən bir hərəkət etdilər. Yəni, məni bir jurnalist xanım olaraq nəzərə almadılar. Sanki düşmən üzərinə gəlirlərmiş kimi əl atıb telefonumu əlimdən aldı. Mən ona təəccüblə bildirdim ki, bura təhsil müəssisəsidir, yoxsa döyüş meydanıdır. Mən o hücuma hazır değildim. Çünki mən təhsil müəssisəsinə gəlmişdim. Ancaq təəssüflər olsun ki, gördüyüm bu səhnə heç də ürək açan olmadı. Cənab Prezident İlham Əliyevin tövsiyə xarakterli tapşırığı belədir. İctimai nəzarət deyiləndə siz jurnalistlərin fəaliyyəti nəzərdə tutulur. Bəzən elə dözülməz hallar efirdə görəndə dərhal ona reaksiya verilir və lazımi qaydada həllini tapır. Hətta onu qeyd edir ki, içimən qarışıb bu vəzifədə ona görəyək ki, vətəndaşlarımıza xidmət edək. Görünür ki, bayram nurlu, əstağfurullah, Novruzlu müəllimin Cənab Prezidentin bu tövsiyəsindən xəbərsizdir. Yoxsa jurnalisti özünə düşmən bilərək üzərimizə hücum çəkməzdi. Biz bayram Novruzlunun bu kobud əməlindən heç də narahat olmadıq. Çünki təhsil sahələrində belə müəllim adına layiq olmayan ünsürlər çoxdur. Fikirləşdik ki, bu təhsil 4 saylı tam orta məktəbin direktoru bu cəsarəti hardan götürüb? Bizim araşdırmamız nəticəsində məlum oldu ki, 4 saylı tam orta məktəbdə bayram müəllimdən əvvəl təhsil şöbəsinin müdiri Teymur müəllim olubdur. Görünür ki, Teymur müəllimin qoyub getdiyi ənənədir ki, o ənənəni bayram Novruzlu davam etdirir. Aidiyyatı üzrə Qarabağ Regional Elm və Təhsil İdarəsi və Təhsil Naziri Emin Əmirullayev Ağcabədi rayon 4 saylı tam orta məktəbdə direktor Bayram Novruzlunu jurnalistə qarşı qeyri-etik hərəkətini nəzarətə götürəcək və barəsində tədbir görəcəkdir. Hörmətli izləyicilər, diqqətlə bizi izlədiyiniz üçün təşəkkür edirik. Hadisə redaksiyamızın nəzarətindədir. Mövzuya bir də qayıdacağım. Növbəti çəkilişədək bizi izləyin.